Salamlar, mən biologiya müəllimi Ayşən müəllimə. Bu gün sizlərə abituriyentlərin imtahanda köməyinə çata biləcək bəzi məqamların izahını sadə və anlaşılır şəkildə verməyə çalışacağam. Qeyd edeyim ki, uşaqlar, imtahanda siz reflekslə bağlı, şərti və şərtsiz reflekslə bağlı, seçə növün baş beyin refleksləri ilə bağlı, analizatorun hissələri, refleks qövsünün hissələri və s. bunların müqayisəli xarakteristikası bu kimi suallarla qarşılaşa bilərsiniz. Ona görə də diqqətlə videomuzu izləyirsiniz. Mən burada çalışacağam ki, video həmişəki kimi qısa olsun, yorulmayasınız və bəzi anlayışların sizə izahını verəcəm. Əgər bu anlayışlar sizə məlumdursa, izah edəcəklərim sizə məlumdursa, bu sizin üçün bir təkrar olar. Təkrar da biliyin anasıdır. Deməli, əvvəlcə baxaq görək, burada nə qeyd olunub? Refleks anlayışını elmə kim gətirmişdi? Fransız alimi René Descartes. Uşaqlar, bu deməli cümlə bizim 9-cu sinif kitabımızda var. Cümlə deyəndə, yəni bu fikir bizim 9-cu sinif kitabımızda qeyd olunub dərsliyimizdə. Bəs refleks nədir? Orqanizmin qıcığa qarşı sinir sisteminin iştirakı ilə verdiyi cavab reaksiyaları refleks adlanır. Uşaqlar, bir hüceyrəli heyvanlarda refleks anlayışı yoxdur. Onlarda bədən bir hüceyrədən təşkil olunduğu üçün sadəcə qıcıqlanma və qıcığa cavab reaksiyası var. Məsəl üçün, amöbün, şirin su amöbünün deməli, damlanın kənarına duz kristalı yerləşdirəndə, damlanın duz kristalı yerləşdirilmiş hissəsindən uzaqlaşdığı məlumdur sizə. O sadəcə qıcıqlanma və qıcığa cavab reaksiyası idi. Və yaxud da yaşıl evqlenada, Volvoxda işığa həssas qırmızı gölcüklər var. İşıqdan qıcıqlanır və onlar qamçılarının köməyi ilə işığa tərəf gedirlər. Fotosintez etmək üçün. Bunlar qıcıqlanmadır. Lakin çox hüceyrəli heyvanlarda və insanda qıcıqlanmanın daha bir üst forması refleks var. Çünki biz sinir sistemi ilə qıcığa qarşı cavab veririk. Bəs refleks qövsü nədir? Sinir impulslarının refleks zamanı keçdiyi yol isə refleks qövsü adlanır. Bir növ refleks zamanı sinir impulsları cızdığı qövs şəkilli trayektoriyadır da refleks qövsü. Bir də deyək, sinir impulslarının refleks zamanı keçdiyi yol isə refleks qövsü adlanır. İndi keçəcək növbəti slayda. Refleks qövsü 5 elementdən ibarətdir və yaxud da 5 hissədən ibarətdir. İndi necə rahat da elədiyin eyni şey ifadə eləyir. Bunlar hansılardır? Deməli, birinci gəlir reseptor, ikinci gəlir hissi yol, üçüncü gəlir mərkəzi sinir sistemi, dördüncü hərəki yol, beşinci işçi orqan. Deməli, uşaqlar, reseptorlar qıcığı qəbul edib, onu sinir impulsuna çevirən refleks qövsünün birinci hissəsidir. Deməli, qıcığı qəbul edir və sinir impulsuna çevirir. Gəlin buradan belə bir şey çəkək. Deməli, gələcək buradan qıcıq. Yazmağa çalışıram. Qıcığı qəbul edəcək və onu çevirəcək nəyə? İmpulsa. Deməli, refleks qövsünün birinci hissəsi reseptor qıcığı qəbul edib onu sinir impulsuna çevirir. Nəsə, bura sərgəs alındı, bunu silim. Hissi yol, hissi neyronların uzun çıxıntılarıdır. Birazdan bunun haqqında məlumat verəcəm. Mərkəzi sinir sistemi deyəndə baş beyin və onurğa beyindən söhbət gedir. Hərəki yol, hərəki neyronların uzun çıxıntılarıdır. İşçi orqanlar isə əzəllər və daxili orqanlar ola bilər. Ümumilikdə biz refleks qövsünü iki formada görürük. Sadə refleks qövsü və mürəkkəb refleks qövsü. Həm sadə, həm də mürəkkəb refleks qövsündə bu 5 elementin, 5 hissənin 5-i də olur uşaqlar. Sadə refleks qövsü ilə mürəkkəb refleks qövsü təşkil olunduğu hissənin, elementin sayına görə bir-birinə fərqlənmir. Bəs niyə biri sadədir, biri mürəkkəbdir? Gəlin fərqə baxaq. Sadə refleks qövsündə mərkəzi sinir sistemində ara neyron iştirak etmir. Ümumilikdə isə bu refleks qövsündə iştirak edir hissi və hərəki neyron. Uşaqlar, hissi yolu hissi neyron
uzun çıxıntıları təşkil edir. Deməli, burada hissi neyron iştirak edər. Hərəki yolu da hərəki neyron uzun çıxıntıları təşkil edirsə, deməli, burada hərəki neyron da iştirak edər. Amma mərkəzi sinir sistemində bu iki neyron əlaqəsini təmin edən ara neyron olmur. Hissi neyronla hərəki neyron birbaşa təmasda olur, sinapsis, rabitə əmələ gətirir. Ona görə də biz deyirik ki, sadə refleks qövsündə, baxın, sadə refleks qövsündə cəmi 2 növ neyron, burada 2 neyron demirəm, amma mən 2 növ neyron iştirak edir. Hissi və hərəki, ara neyrona isə rast gəlinmir. Amma indi gəlin baxaq mürəkkəb refleks qövsünə. Mürəkkəb refleks qövsündə də yenə də bu 5 elementin, 5 hissənin 5-i də var. Sadə refleks qövsünə fərqli olaraq, mürəkkəb refleks qövsündə mərkəzi sinir sistemində ara neyrona rast gəlinir. Bir və ya bir neçə ara neyrona rast gəlinir. Eyni zamanda sadə refleks qövsündə olduğu kimi həm hissi yol, hissi neyron burada var, hərəki yolda hərəki neyron var. Deməli, mürəkkəb refleks qövsündə hissi ilə hərəki arasında birbaşa sinapsis, rabitə yoxdur. Hissi neyronlar impulsdan gəlir, ötürülür. Bax, burada mərkəzi sinir sistemində ara neyrona, ara neyrondan da ötürülür hara? Hərəki neyrona. Onda bizə desək ki, mürəkkəb refleks qövsündə hansı neyronlar arasında əlaqə var? Hissidən araya, aradan hərəkiyə. Baxın uşaqlar, bəzən testdə çaşdırmaq üçün hərəkidən hissiyə qeyd olunur, amma bu yanlışdır. Və yaxud da aradan hissiyə heç vaxt olmaz. Aradan həmişə hərəkiyə olur. Bəs sadə refleks qövsündəki əlaqə necə idi? Sadə refleks qövsündə biz qeyd elədiyimiz kimi orada artıq biz dedik ki, ara neyron iştirak etmir və bu ara neyronu buradan sildim. Orada deməli hissi neyrondan birbaşa hərəki neyrona impulslar ötürülür. Birbaşa. Ona görə də hissidən hərəkiyə yol var. Hərəkidən hissiyə ötürülməz. İndi gəlin növbəti slayda baxaq. Burada mən nə qeyd eləmişəm? Burada reseptor nədir? Əslində bayaq qeyd elədik. Gəlin bir də baxaq. Reseptor qıcığı qəbul edib və onun enerjisini sinir impulsuna çevirən strukturdur. Yəni reseptor qəbul edəcək qıcığı çevirəcək onun nəyə? Sinir impulsuna. Çünki qıcıq ötürülməz də, sinir impulsları ötürülür. Və harda ola bilər reseptorlar? O dəridə ola bilər. Məsələn, dərinin dermoqatında biz reseptorları görürük, orta qatında, daxili orqanlarda, duyğu orqanlarında və s. yerləşə bilir. Bəs hissi yolla gəlin hərəki yola da baxaq. Yenə qeyd edirik, təkrar olsun. Hissi yol, hissi neyronların uzun çıxıntısından təşkil olunmuşdur. Hərəki yol isə hərəki neyronların uzun çıxıntısından təşkil olunmuşdur. Mərkəzi sinir sistemi deyəndə baş beyin və onurğa beyindən söhbət gedir. İşçi orqan isə skelet əzələləri və daxili orqanlar ola bilər. Gəlin növbəti slayda baxaq. Burada isə mən Sechenova görə baş beyin reflekslərinin 3 mərhələsini yazmışam. Uşaqlar, bu da 9-cu sinif kitabımızda qeyd olunub. Deməli, Sechenova görə birinci mərhələ xarici təsirlərdən duyğu orqanlarında yaranan oyanmalardır. Burada təbii ki, nə iştirak edəcək? Əgər duyğu orqanlar oyanma gedirsə, burada reseptorlar iştirak edir. Sonra ikinci, qısaca yazacağım elə reseptoru. İkinci mərkəzi sinir sistemində gedən oyanma və tormozlanma prosesidir. Bu zaman hissiyat, qavrayış, təsəvvür, müxtəlif duyğular yaranır. Bura mərkəzi sinir sistemi, onurğa beyin və baş beyin daxildir. Üçüncüsü isə insanın hərəkətləri və fəaliyyəti, yəni davranış daxildir. Bu da bir növ refleks qövsündə işçi orqanlarda gedən prosesdən söhbət gedir. Gəlin indi biz nəyə baxaq? Bizə necə suallar düşə bilər? Bizə suallar düşə bilər ki, məsəl üçün Sechenova görə baş beyin reflekslərinin ikinci mərhələsi refleks qövsündən neçənci mərhələdir? İkinci mərhələyə baxın uşaqlar. Mərkəzi sinir sistemindən söhbət gedir burada. Biz qayıdıb orada yenidən baxsaq bu refleks qövsünə. Refleks qövsündə isə mərkəz hardadır? Üçüncü hissədədir. Və yaxud da bizdən soruşa bilər ki, Sechenovun baş beyin refleks qövslərinin birinci mərhələsi, yəni bu duyğu orqanlarında yaranan oyanmalar reseptorda baş verir. Desək ki, refleks qövsündə hansı hissəyə uyğun gəlir? Elə reseptor hissəyə uyğun gəlir. Və ya Sechenova görə baş beyin reflekslərinin üçüncü mərhələsi və bu da deməli işçi orqanlarda gedən prosesdir. İnsanın hərəkətləri, fəaliyyəti, davranış. Bu desək ki, refleks qövsündə hansı hissəyə uyğun gəlir? Bu refleks qövsündə 5-ci hissəyə uyğun gəlir. Gəlin baxaq, növbəti şəkildə burada mən qeyd eləmişəm ki, mən bu məlumatı axtardım, araşdırdım. Bilmirəm indi nə dərəcədə düzdür. Charles Scott Harrington ilk dəfə refleksi 5 elementdən ibarət olduğunu qeyd eləmişdir.
Və növbəti şəkildə isə uşaqlar Pavlovun analizatorlarının hissələri verilmişdir. Bu da qarışdırılan məqamdır. Analizatorda birinci reseptor sahə olur, sonra hissi yolu olur. Hissi yol deyəndə məsələn görmə siniri, eşitmə siniri, analizatorlar fərqlidir də. Və üçüncü hissə isə mərkəzdir. Siz bu üçünün müqayisəsini mütləq öyrənməlisiniz. Deməli, analizatorların üçüncü hissəsi refleks qövsündə yenə üçüncü hissədir, amma Seçenovda ikinci hissəyə uyğun gəlir.